Valideynlərin bir çoxu, ən çox da gənc valideynlər mənim şəxsimə yazırlar, ən çox TikToka. Onları narahat edən onların evladları, birinci sinifə gedən, ibtidai sinifdə oxuyan övladlarıdır. Bizdən fərqli olaraq biz 8 yaşa keçmiş bir 2 ay onda məktəbə bizi götürürdülər. Sonra 7 yaşında, 7 yaşından aşağı bizim yaşda bizim zamanımızda yəni az yaşlıları məktəbə götürmürlər. İndi 5 yaşından, 4 yaşından belə də kiçik valideyn var ki, deyir bəlkə uşağım 3 yaşından məktəbə getsin, ibtidai sinifdə oxusun, yazmağı, oxumağı bacarır, aktivdir, hər şeyi bilir. Amma düşünmür ki, beyin, bu orqanizm ona güc gətirə biləcəkmi ya yox? Və valideynlər deyir ki, bizim uşaqlar niyə repetitor yanına gedir? Mən deyir birinci sinifə qoymuşam uşağımı, məktəbdə müəlliməsi var. Mənə deyir təklif edir, bəzən deyir məcbur edirlər ki, sizin uşağınız zəifdir. Yəni yaddaşı zəifdir, qavrama qabiliyyəti zəifdir. Mütləq repetitor yanına gedəcək. Hörmətli ibtidai sinif müəllimələri, siz orada nə üçün oturmusunuz? Uşaq zəifdir, qavraması zəifdir, yaddaşı zəifdir, ümumiyyətlə aktiv deyilsə, siz məşğul olmalısınız da. Niyə görə o valideyn uşağını repetitor yanına qoymalıdır? Bu tarixdə görünməyən bir şeydir. Bəlkə deyərdim ki, Azərbaycanda ilklərdən birisidir ki, birinci sinifdə oxuyan 5 yaşında uşağı məcbur edirlər ki, sən get valideyni ki, repetitor yanına aparın uşaqları. Hörmətli Təhsil Nazirliyi, hara baxırsınız? Hörmətli Təhsil Nazirliyinin əməkdaşları, hörmətli nə bilim, kimə deyək? Ümumiyyətlə üzümüzü kimə tutaq şikayət edək? Bu valideynlər mənə şikayət edib ki, mənim uşağımın 5 yaşı var. Mən 5 yaşında uşağımı niyə repetitor yanına qoymalıyam? 2 gündə dərs başlayıb, 3 gündə, 2 ayda, 3 ayda bizi məcbur edirlər ki, uşaqlar repetitor yanına getməlidir. Niyə? Hörmətli Nazirlik, hörmətli Təhsil Nazirliyi, niyə? 5 yaşında uşaq, 6 yaşında ibtidai sinifdə oxuyan oğlan, qız, məktəbli repetitor yanına getməlidir.